İnsanlar bəzən qənaət yollarına o qədər güc sərf eləyir ki, bəlkə də onun yarısı qədər gücü pul qazanmağa sərf eləsə, ondan da uğurlu nəticə əldə edə bilər. Tutaq ki, nəyəsə əldə eləmək üçün elə insan var, qəşəng təcrübəsi var da, ən ucuz yerini bilir, ona görə müəyyən qədər yol qət edir. Bir şey danışım qısa. Bizdə dükanda bir dəfə endirim eləmişdik, ayaqqabıları 2 manata salmışdıq, yay vaxtı idi. Bir müştəri zəng elədi ki, sizdən ayaqqabı almışam, günəşlidə qalıram, istəyirəm onu gətirim, qaytarım. Birdən bizdə əməkdaşımızın ağlına gəldi ki, siz elə onu gətirib qaytarmalı, yolculuğunuza 2 manatdan çox pul xərcləyəsiniz də. Yəni ki, insanlar bir şeyi, məsələn, nəyəsə ucuz almanın dalınca qaçır, ucuz vaxt sərf edir və enerji sərf edir, biliklər sərf edir, hətta bilikləri qazanır, onu da sərf edir. Halbuki, belə şeylər insanı pul qazanmağa, varlanmağa imkan vermir. Ondansa, bəlkə də ondan da az enerjini sərf edib, hardan gəlir əldə etməyə sahəsində yönəltsəz, nəticə daha da yaxşı olur.